Sizcə çox mükəmməl aksentiniz var. Bunun sirri nədir? Qeyd etməliyəm ki, mən ilk dəfə ölkə xaricinə, Britaniyaya, Londona gedəndə də, eləcə də digər səyahətlərdə də, bundan başqa tərcüməçilik elədiyim zamanlarda da, fərqli yerlərdə və məkanlarda tanış olduğum xarici vətəndaşlarla söhbət eləyərkən də, istər native, istər non-native speakerlərlə danışarkən onlar mənim mükəmməl aksentimin olduğunu vurğulayıblar və bu məni ingiliscəyə biraz da həvəsləndiribdi. Bunun əsas sirri ondan ibarətdir ki, mən ingilisləri imitasiya eləməyə çalışıram. Belə ki, onların eyni səsləndirdiyi tonla və tələffüz şəkli ilə tələffüz etməyə çalışıram. Buna bəsit bir misal kimi, oh, really? Deyə bilərəm. Misal üçün, biz öz dilimizdə doğrudan dediyimiz bir sualı onlar, oh, really? Deyə səsləndirirlər. Biz uzadırıq, doğrudan, onlar isə qısa, really olan sözü, oh, really? Deyə səsləndirirlər. Məhz diqqət etdiyim bu kiçik, amma çox önəmli detallar nəticədə çox mükəmməl bir ingilis dili aksenti olmasına səbəb olur.